Kızım. Kızım, Kızım, ne Kübra. olub sənə belə? Ne olup sana? Kızım, git tez su getir. Kübra, kızım, əlləri qırılsın. Gör kızı nə günə salıb. Ay Allah. Niye bu kadar dövüp yine? Ne olmuştu gören? Kübra, Əlləri qırılsın kızım. inşallah. Kızım, ne olub sənə? Yenə niyə döyüb o vəhşi səni? Kübra, Kübra, kızım Baba. ayıl. can balam. Ne oldu sənə canım benim? Canım benim. Kızım bak, biz gelmişiz kızım. Ata. Can bala. Kızım. Ay çok şükür. Kızım yine döyüp seni. Elə də ana. Ağlama, Kızım, ağlama. ağlama. Vicdansızdı da. Hiç adamı da belə döyərlər. Ben onunla mutlak danışmalıyım. Canım kızım. Belki seni hekime yaparım. Yaxşısan sen. Yaxşıyam ata. Narahat olma. Ağlama. Can, Ben gelirim onunla danışam. can baba. Canım. Bunu dağıttım. Sen kitabı bağladın. Nəyin kitabını bağladın? Kişiliyin. Üç kız atası kişidir bəyən. Kişinin oğlu olaraq kişi. İki kızın da olsun, olsun 5. Bəs indi necə olacaq qızım? Bilmirəm ana. Çarəsizəm indi. Hələ deyir ikinci arvadı alacağım. Aa, dəlidir ki bu. Tutduğu işə bax. Allah canım alsaydı kurtarardım elinden. Yaxşı, yaxşı qızım. Belə demə. 3 uşağın var. Allaha acıq gedir. Dayan, bax. Selamünaleyküm. Aleykümselam. Selamünaleyküm. Çingiz, seninle işim var. Danışmalıyıq. Yerime oyuna geldi. Çingiz, bala, o kızı niye o güne koymuşsan? 50 dəfə demişəm. Mən oğlan istəyirəm. Mənə oğlan vermir. 3 dənə qız doğub. Onların olmasından olmaması yaxşıdır. Bilmirəm neyniyim. Başa düşdünüz? Başa düştüm. Bax ona görə. Siz hardan bildiniz? Kim dedi? Leyla haber verdi bize. Deyən Leyla, sənin başına oyun açaram mən. Mən evdən çıxan kimi qaçıb babama çatdırmısan, elədiklərimi? Neyniyəcək babam mənə? Ata eləmə. Anamın ürəyi getdi. Qorxdum ona görə dedim. Qoy ölsün, gəbərsin. Əşi, siz də keçin bir yana.
Ölsün canım qutarsın. Bir də babamıza xəbər versəz, baxın halımıza. Sən də qalx ayağa. Aktyorluq eləmə mənim üçün. Nəsli qırıq. Onsuz da bir yaxınlarda hamınızı göndərəcəm. Sabirin evinə gedərsiniz. Doyunca qalarsınız. Boşayacam səni. Yaxşı, bəs indi biz nə edəcəyik? Bilmirəm Gülzar, bilmirəm. Bu vəhşinin fikri deyəsən ciddidir. Qızı boşayacaq. Yazıq qız, 3 uşaqla nə edəcək? Biz özümüzü güclə dolandırırıq. Görəsən bir çarə tapmaq olar. Çarə var ey. Bir oğullar olsa bəlkə sakitləşəcək. Restorana zəng eləyib yemək sifariş eləmirik ki. Allahın verdiyi paydı da. Qız yazıq neynəsin? Sabah gərək bir onun anası ilə danışım. Oğluna ağıl versin. Anası? Çox ağıl verən anası var. Üç qızı neynirəm mən? Neynirəm mən üç qızı? Zibil kimi düzmüsən bunları mənim qabağıma. Məni cəmaatın yanında biabır eləmisən. Allah rızası üçün belə danışma. Onlar da sənin evlatlarındır. Kəs səsini, hələ bir də cavab qaytarsan mənə. Hələ danışa da bilirsən? Belə evlatların olmağından olmamağı yaxşıdır. Neynirəm mən bu üç qızı? Hə? Neynirəm? Oğlan istəyirəm mən, başa düşürsən oğlan, kişi. Üstümə arvad alıb gətirərəm, görərsən, görərsən. Ana, 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 ağlama ana, ağlama ana. Amma Çingiz də haqlıdır. Bir yox, iki yox, 3 qız. 3 qız birdən. Niyə lazımdır bir belə qız? Oğlum cəmaatın içinə çıxa bilmir. Bir oğul atası olmağa haqqı yoxdur bəyəm onun. Qız neynəsin ay rəhlə? Onun əlindədir bəyəm. Onun əlində deyilsə, əlində olan birini taparıq. Necə? 3 uşaqdan sonra indi qızımı bayıra atacaqsınız? Bayıra niyə atırıq? Anasının atasının yanında qalar. Ayıb olsun. Vicdansızlıqdır bu. Mən qızı sizə bayıra atmaq üçün vermişəm. Allahın vermədiyi paydır bu. Yazıq qızım neynəsin? Adamda biraz insaf olar da. İstəsə olar. Allahı qatmaq lazım deyil bura. Aslan kimi oğluma 3 qız yaraşır. Günahdır. Vallahi günahdır. Bəlaya düşərsiniz. Ağzınızdan Allahın adı düşmür. Allah amma sizə bir oğul da vermir. Niyə? Nəyə görə? Allah bunu götürməz. Götürməz bunu. Bir, iki, üç. Bir, iki, üç. Sıra sendədir. Hər gün Allaha dua Ay qız edirəm. bəsdir. Hər gün yalvarıram. İndi mən. Mən üç uşaqla neyniyim ana? Bura. Qızım. Allah'tan ümidini kəsmə. Yəqin bir çarə eləyər Allah. Bəsdir də bacı. Ana bəs birdən eləməsə. Sıra ondadır axı. Yenə Gəlin ümidini sən. kəsmə. Atanla da danışmışam. Deyir necə bilirsiniz elə deyiləyin. Sən git bir o qıza bax. Bəyənsən sonra mənə xəbər eləyərsən. Sən bəyənmisənsə, bəs eləyər də. Bəyənməsəydim sənə məsləhət görməzdim. Boylu buxunlu, gözəl bir qızıdır. Sənin o Kübranın yanında dünya gözəlidir. Əşi onu boşayaram gedər. Boşanmasa üstünə alıb gətirərəm. Camaat içinə çıxa bilmirəm ya ana. Heç boşama. Qulluqçu kimi qoydursun. 3 qızı da yanında. 4 dənə qulluqçu. Salam ay Kübra. Necəsən qızım? Yaxşıyam Nəsbə xala.
Bazardan gəlirəm. Siz necəsiniz? Yaxşıyam qızım. Şükür Allaha. Yavaş yavaş. Yaxşı olasınız. Qulağıma bir söz çatdı be. Doğru sözdür. Nə sözü? Özünü bilməməzliyə qoyma. Ha. Çingizin anası ona qız axtarır. Mənim xəbərim yoxdur. Dedikodu olar. Belə dedikodu olar. Sən ayaq üstə yatmısan, Biraz göz açıq ol da. Ərin əldən gedir, bir ətrafına bax. Gözlərini aç bir. Mən neyniyə bilərəm, Neyniyəcəksən ay qızım? Boşanma qutardı getdi. Ay qızım, sən də ona bir oğlan doğmadın ki, ayağını yığışdırsın, otursun evdə. Nə deyim valla, Allah köməyin olsun qızım. Get yaxşı. Anam geldi. Anacan. Ana niye ağlıyorsan? Heç mənim balam. Ağlamıram, can. Allahım, mənə bir oğul uşağı ver. Ölü diri fərqi yoxdur. Əsas odur ki, ver. Sonra istəsən, al bu qulunun canını. Sənə sığınıram Allahım. Sənə sığınıram Allahım. Məni naümid qoyma Allahım. Özün mənə kömək ol, ya Rəbbim. Nə danışırsan qızım? Doğrudan deyirsən? Hə, ana. Bəs indi necə olacaq? Bilmirəm. Neçə gündür fikirləşirəm. Heç kimə deməmişəm. Allah dualarımı qəbul elədi. İnşallah qızım. Çingizə demisən? Yox. Əmin olmağımı gözləyirdim. Amma bugün mütləq deyəcəm. Hə, bugün de. Bunlar yiyiblər, Hə, zəhər yesinlər. Gedin ölün yatın. Nə baxırsınız? Durun gedin yatın, tez olun. Bunlara baxanda əsəbləşirəm də. Bundan sonra mən gəlməmiş yatsınlar. Görməyin bunların üzlərini. axı onların nə günahı var, Ha, düzdür. Onların bir günahı yoxdur. Günah səndədir. Bir oğlan dünyaya gətirmədin ki, 3 dənə qızı düzdün qabağıma. Allah qoysa, oğlun da olacaq inşallah. Bu uşaqların gününü qara eləmə. Onları da Allah verib. İnşallah oğlan da verər. Verəcək əlbəttə. Səndən də verməsə başqasından verəcək. Çingiz, Ha, sənə bir söz demək istəyirəm. de görüm. Mən hamiləyəm. Oğlan, qız. İnşallah bu dəfə oğlan olar da, hə? Gülmə, mən zarafat eləmirəm. Bu dəfə də qız olsa, səni xəstəxanada boğub gələcəm. Elə ki, oğlan olsun. Allahın işinə qarışım. İnşallah oğlan olar. İnşallah maşallah yox da. Əgər dördüncüsü də qız olsa, səni də qızlarımı da boğacam. Başa düşdün? Başa düşdüm. Dualar elədim ki, Allahım sənə oğlan nəsib eləsin. Əgər sonra istəsə, qoy canımı alsın. Alsın. Sən mənə bir oğul ver, sonra istəsən öl. Verməsən mən səni öldürəcəm. Üstüvə ikinci arvad gətirəcəm.
Oğlan olsa gətirməyəcəm. Belə şey olar. Uşaq oyuncağıdır. Cəmaatı ayağa qaldırmışıq. Qızı ümidləndirmişik. İndi o hamilədir deyə hər şeyi silib ataq. Bu bəlkə oğlan oldu ana. Bəlkə. Gözləyək, bir şans da verək də ona. İndi gözləmək lazım deyil. Təzə aparat çıxıb. Uşağın cinsiyyətini öyrənmək üçün aparata getmək lazımdır. Gedin göstərin. Bax qızım, sakin oynaya səsiniz çıxmasın, yaxşı? Mən də tez gedib qayıdıram. Yaxşı qızım, bacılarına müğayyət ol. Yaxşı? Gəl, çıx da. Gəldim. Sağ olun qızlar. Sağ ol ana. Bax, dalaşmayın ha. Yaxşı. Leyla, bacılarına yaxşı bax, yaxşı? Yaxşı ana. Anamız ora getdi, həkimə. Niyə? Anamız bizə qaqaş gətirəcək. Kübra xanım, buyurun. Ay Allah, oğlan olsun. Ay Allah, oğlan olsun. Gözləyir amma 5-10 dəqiqə vaxtım var. Anam geldi. Ay mənim gözəl qızlarım. Ay, şükür sən ay Allah, şükür. Şükür sən ay Allah. Şükür sən ay Allah, arzuma çatdım, şükür. Hamıya mənim hesabımdan bir çay ver. Xeyr ola. Qızlar ərə gedib. O zarafatların vaxtı getdi. İndi qarşımızda oğul atası dayanır. Həkimdən gəlirəm. Gözün aydın. Ayıb deyil, mənim adım Çingizdir. Duş olsun. Sağ ol. Ala bir çay iç. Allahın sevimli bəndəsisən sən. Səni şad xəbər olasan. Çox sağ ol ana. Ata. Şükür. Çok şükür. Allah payınızı versin. Çok sevindirdin beni kızım. Sağ ol ata. Allah dualarımı qəbul elədi. Şükürlər olsun. Gözün aydın oğlum. Xeyirli olsun. Sağ ol mənim gözəl anam. Atama da salam deyərsən. Qırqızılı hazırlasın. 6 aydan sonra nəvəsi olacaq, İnşallah. Ay Allah. Yaxşı, az qalır. Oğlumuz olacaq indi. Sıx dişimi. Gəlin Kübra xanım, gəlin. Narahat olmayın, hər şey yaxşı olacaq. Oğlan olsa atamız bizi istəməyəcək. Bilmirəm. Güya indi bizi çox istəyir. Onda heç istəməz ki bizi. Bəlkə qardaşımız olsa anamızı döyməz. Nə pıçıldaşırsınız orada? Gərək gətirməzdim sizi. Sakit durun. İndi birazdan oğlan gəlir. Xanım. Həkim necə oldu?
Çox təəssüf. Təcrübəmin ən çətin doğuşu idi bu. Həkim nə olub axı? Təəssüf. Xilas eləyə bilmədik. Başınız sağ olsun. Nə? Bəs uşaq? Uşaq yaşayır, amma onun da vəziyyəti pisdir. Biraz həkim nəzarətində qalmalıdır. Bəli. Nə? Ay Allah! Ne olub Sabir? Hə? Ne olub? Gəlmək olar. Gəl Çingiz. Məni çağırmışsınız. Əyləş. Bir gündə iki acı xəbər vermək çox çətindir. Amma xahiş eləyirəm, heç vaxt Allaha üsyan eləmə. Nə olub ki, həkim? Saxlaya bilmədik. Necə oldu anlaya bilmirəm. Amma ana da, uşaq da sağ qala bilərdilər əslində. Elə bil, nə isə ilahi bir qüvvə. Başınız sağ olsun. Allah yerdə qalan balalarına can sağlığı versin. Həyat varsa, həyat varsa